Her vaxtınız xeyir gözəl insanlar. Bax bu da krizantemaların ramaşka formasıdır. Maksimal boyu 80-90 sant olur. İndi kimsə ki yıxılır, ona görə əkmək istəmirəm. Xeyr, yanlış fikirdir. Krizantemaların yazda təzə çiçək göyərəndə, başı bir dəfə vurulanda, belə bir formada kol olacaq. Bax görürsünüz. Bu indi gələn il bundan da qəşəng bir kol olacaq. Bax belə bir rəng var, tüz rəngi var. Bax bu gördüyünüz bax 2 dənə belə, 4 dənə rəng var. O da çox gözəl. Yəni həyatda istəyirsiniz ki, yayda qəşəng yaşıllıq olsun. Payızda da belə çiçəkli olur. Hələ ki bu davam edəcək. Yerdə olduğu halda arzıda düz dekabrın sonuna qədər davam edir. Qavda olduğu halda tez sola bilər, normal şeydir. İkincilik gözəl bir şey. Köklərinə baxın, kökləri də görürsünüz. Köklər də gözəl bir vəziyyətdə, sağlam bir vəziyyətdə. Görürsünüz, bunlarda da bir abırıq baş vurulub, bir dəfə, ikinci səfər göyərtilər 1, 2, 3, 4, 5 budaq verir. 5 budaq verir. Gələnləri bu, buradan vurulanda verəcək 10 budaq. 10 budağında bir dənə belə qəşəng bir kol olacaq. Amma bundan gözəl nə olacaq? Bax görürsünüz. Həm elə bir ramaşkadır, həm elə bir krizantemadır. Yəni rahat bir də güldür. İstənilən vaxtda bu ünvana gəlib əldə edə bilərsiniz.